Salam, hörmətli və dəyərli izləyicilərim. Hər vaxtınız xeyirli olsun. Bugün mən sizlər üçün bazbusa hazırlamışam. Ərəb reseptidir, Alcaristan. Gələn Ramazan bayramı üçün əla olacaq çay süfrəsinə. Bir yumurta, yarım çaşqa şəkərlə yumurta çırpan vasitəsilə qarışdırırıq. Sonra qatırıq yarım çaşqa bitki yağı, qatırıq və bir çaşqa manna yarması, simalina deyirlər. Çaşqanın ölçüsü 190 qramdır. 200-190 qram. Sonra bura qatırıq kokos qırıntılarını, yarım çaşqan qarışdırırıq. Və belə xəmir alınır. Sonra bura yarım çay qaşığı qabartma tozu qarışdırırıq və tökürük qaba. Hamısını qarışdırıb tökürük qaba. Məndə qab diametr 22 sm idi. 180 dərəcədə 25 dəqiqə hazırlanır. Duxovkadan çıxartdım, gördüm ki, heç olmasa yenə 5 dəqiqə pişirsin. 5 dəqiqədən sonra hazır oldu. Bu şəkər şərbəti necə hazırlamaq ayrıca mən deyəcəm sizə, video çəkmişəm. Şərbətlə belə üstünü tökürük. Bazbusanın üstünə islaq kek kimidir. Kim necə xoşlayır, o qədər tökə bilər. Mən bir stakan yarım tökmüşəm. Sonra bazbusunu belə doğrayırıq. Porsiyon tikələrə. Üstünə qozla bəzəmə olar, fıstıq, badam. Mən kokos qırıntısı ilə bəzəmişəm. Çox dadlıdır, çox. Siz də mütləq hazırlayın. Fevralın 19-da Ramazan bayramı gəlir. Çox belə paylaşım edəcəm resept.